Bugünkü mövzumuzun adı düz və tərs mütənasib cəmiyyətlərdir. Nədir düz mütənasib cəmiyyət, nədir tərs mütənasib cəmiyyət? Uşaqlar, bir cəmiyyət bir neçə dəfə artırsa, digər cəmiyyət də həmin qədər artırsa, bu düz mütənasib cəmiyyətdir. Bir də var tərs mütənasib cəmiyyət. Bir cəmiyyət bir neçə dəfə artanda, digəri həmin qədər azalırsa, tərsinə gedirsə, bu tərs mütənasib cəmiyyətdir. Məsələn, bizə verilsin gedilən yol və zaman qrafiki. Bu gedilən yolumuzdur, bu isə zamandır. Düzdür? Və deyir ki, gedilən yolumuz tutaq ki 70 kilometrdir. 70 kilometri avtomobil 1 saata gedir. Düzdür? İndi deyir ki 70 kilometri avtomobil 1 saata gedir. O zaman 140 kilometr avtomobil neçə saata gedəcək? 2 saata gedəcək. O zaman 140-dan sonra da məsələn 210 kilometr məsafəni təyyarə neçə saata gedəcək? 3 saat. 3 saata. Bu necə mütənasib? Düz mütənasibdir. Elə bir 70-70 artanda saat da 1-1 artır. Gördünüz? Bir cəmiyyət budur. Bir neçə dəfə artanda, 70-70 artanda, digəri də həmin qədər, yəni 1-1 ardıcıl olaraq artırsa, bu düz mütənasib cəmiyyətdir. Aydın oldu? Tutaq ki, mən deyirəm ki, gedilən yolumuz 60 km/saatdır. Düzdür? 60 km/saatı təyyarə 60 km gedir, neçə saat olsun? 1 saata. Düzdürmü? Təyyarə o zaman deyir ki, 120 kilometr yolu neçə saata gedər? 2 saat. Düz mütənasib cəmiyyət olsa 2 saata gedər. Düzdürmü? Amma məsəl üçün tutaq ki, deyir ki, 1,5 saata gedir. 1 saat yarıma. Düzdür? Artıq bu düz mütənasib cəmiyyət sayılarmı? Sayılmaz. Çünki bu cəmiyyət 60 qədər artdı. Bu cəmiyyət də bir qədər artmalı idi, 1 saat. Amma yarım saat artdı. Aydın oldu? Bu tərs mütənasib cəmiyyətə aiddir. Bu isə düz mütənasib cəmiyyətə aiddir. Tərs və düz mütənasib cəmiyyətin bax fərqi budur. Bir də tərs və düz mütənasib cəmiyyətlərdə biz nədən söhbət edə bilərik? Asılıq qrafiklərindən söhbət edə bilərik. Dedik ki, bir cəmiyyət bir neçə dəfə artanda, digəri də həmin qədər artırsa, bu necə cəmiyyətdir? Düz mütənasib. Bəs bir cəmiyyət bir neçə dəfə artanda, digəri azalarsa, azalarsa cavab ver, qulaq as yox. Tərs mütənasib. İndi sakit ol, zəhmət olmasa. Bir cəmiyyət bir neçə dəfə artıbdır. Bəli. Digəri də həmin qədər azalıbdır. Bu necə mütənasib cəmiyyət? Tərs mütənasib. Bəs bir cəmiyyət bir neçə dəfə artıbsa, digəri də həmin qədər artıbdır. Düz mütənasib. Düz mütənasib cəmiyyətdir. Uşaqlar, tutaq ki, sizə X və Y-in qrafikləri verilmişdir. Düzdürmü? Buranı verib 2. Buranı verib 6. Buranı verib 4. Yəni düz mütənasib. Buranı verib 6, buranı verib 8. Hardan bilirsən? Gözlə. Ya mənim səhvdir. Gözləyin, uşaqlar, gözləyin. 2, 4, 6, 8 veribdir. Tutaq ki, buranı verib 6, buranı verib 12, buranı verib 18, buranı verib 24. Sizcə bu tərs mütənasib cəmiyyət yoxsa düz mütənasib cəmiyyətdir? Düz. Tərs. Düz, tərs. Amma düz mütənasib cəmiyyətdir. Niyə? Bu cəmiyyət 2-dir. X-in qiyməti 2-dir. Y-in qiyməti 6 olubdur. Necə 6 olubdur? Vur 3. 2-ni vurub 3-ə. 6 olub. Düzdür? Bunun qiyməti 4 imiş. Məhəmməd. Bunun neçəyə cavabı olubdu? 12. O zaman bunu da 3-ə vurubdu. Bunun qiyməti 6-dır. Neçəyə vursa 18 eləyər. Bunu da 3-ə vursa 18 eləyər. Bunun qiyməti 8-dir. Neçəyə vuranda? Yox. 8-i neçəyə vuranda 24 eləyər. 3-ə. Hər cəmiyyət 3 dəfə artdı mı? Artdı. Deməli, düz mütənasib olaraq hərəsi 3 dəfə artdı. Bu, düz mütənasib cəmiyyətlərə misaldır. Aydın oldu? Əla. İndi isə tutaq ki, bizə deyilir ki, alıcı 2 eyni dəsmal üçün 8 manat ödədi. Bax, alıcı 2 ədəd dəsmala 8 manat ödəyibdir. Deyir ki, o, yəni alıcı, sualım var. Alıcı 5 belə dəsmala neçə manat pul ödəyər? 5 ədəd dəsmala nə qədər pul ödəyər? 5 vuruq 8-ə.
Aferin. Amma bunu tənasüb şəklində necə qurursunuz? 2 ədəd dəsmala 8 manat ödəyirsə, xətt çəkirsiniz, yanına yazırsınız. 5 ədəd dəsmalı da ədədi ədəd altından yazarlar, manatı manat altından yazır. Eyni kəmiyyətləri eyni kəmiyyətin altından yazmaq lazımdır. Sən də 2 ədədə 8 manat ödəyirsə, 5 ədədə də bir dəqiqə. 5 ədədə də nə qədər manat pul verdiyini tapmaq üçün nə edirsən? Burada üsulumuz nə idi Tunar? Birinci Ədədi. Burada bir üsul nə dəsmalı idi? tapmalıydıq. Burada bir üsul nə idi? Birinci 2'yi 8'e vurup sonra Yox. Yo müəllim, birinci 8-i 2-yə bölür. Çünki 2 dənədir. Biz bir dənəsinin qiymətini tapmalıyıq ki, 5 dənəsinin daha qiymətini tapa bilək. Doğrudur. Bəs burada tənasübdə mən sənə öyrətmişdim. Y, X, Yox, mən sənə öyrətmişdim. Çarpaz. paz. anladım. Bəli. Əgər düz mütənasib cəmiyyəti işləyirsinizsə, bax bu cür. Burada çarpaz üsulundan istifadə edəcəksiniz. Çarpaz. Əgər tərs mütənasib cəmiyyət işləyirsinizsə, orada qarşı-qarşıya vuracaqsınız. 2-ni 8-ə, 5-i x-a. Amma düz mütənasibdə çarpaz şəkildə vururlar. Yaxşı? 2-ni x-a vururuq, 2x bərabərdir. 8-i 5-ə vururuq, 40. X-imiz neçə edir uşaqlar? X, 20. X bərabər. 20. Deməli, 2 ədəd dəsmalımız 8 manatdırsa, 5 ədəd dəsmalımız neçə manatdır? 20. 20 manatdır. Bax, bu düz mütənasib cəmiyyətdir. Aydın oldu? Evet. İndi uşaqlar, tutaq ki, indi tərs mütənasib cəmiyyəti birazdan deyərəm. İndi bir məsələyə baxaq. Nədir mütənasiblik əmsalı? Deyir ki, düz mütənasib cəmiyyətlərin uyğun qiymətlərinin bölünməsindən alınan qismət sabitdir. Evet. Həmin sabitə biz mütənasiblik əmsalı deyəcəyik. K ilə işarə edirik. K mütənasiblik əmsalıdır. Mütənasiblik əmsalıdır. Və K ilə işarə olunur. Düsturu isə Y bərabərdir. K x-dir. Düz mütənasiblik. Düz mütənasibin qrafik asılılığı Y bərabərdir. K x-dir. Əgər sizdən K-nı soruşsa, K nəyə bərabərdir? K buradan nəyə bərabərdir uşaqlar? Y bölü x-a. Düzdür? Çarpaz vuranda KX olmalıdır axı. Düzdür Məhəmməd? Ona görə K-nızın qiyməti Y bölü x-dir. Y-inizin isə qiyməti KX-la ifadə olunur. Köməyini. Ən kiçik çəki vahidimiz kiloqramdır. Yok. Kiloqram deyil. En büyük ne bir nesidir? Qramdır müəllim. Hayır, qram deyil. Milimetre. Milliqram. Aha. Y-imizin necə tapıldı düz mütənasib cəmiyyətdə? KX kimi. Düzdür? Bəli. Kiloqram onda 100-dür. 1 kiloqram neçə qramdır? 1000 qramdır. 1000. Aha. Aydın oldu mu necə tapırlar? Tutaq ki, gəlin indi buna da bir misal çəkək. Bizə deyir ki, Y və X və Y düz mütənasib cəmiyyətlərdir. Deyəsiniz ki, müəllim, biz hardan bilək o elədir, düzdür, tərsdir. O sizə şərtdə deyəcək. Bax, misal, şərtdə deyir ki, X və Y düz mütənasib cəmiyyətdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin və Y və X-dan asılılıq düsturunu yazın. Deyir ki, X bərabərdir 3 olarsa... Y bərabərdir KX, o da K bərabərdir. yox, KX. KX. Olarsa Y bərabərdir 6-dır. Düzdür? Sizdən deyir mütənasiblik əmsalı neçədir? Siz nə eləməlisiniz avtomatik düstura yazmanı? Düsturumuz nədir Tunar? Düsturumuz çarpaz formunu. Yox. Sən harda qalmısan? Mən gör nə qədər dərs keçmişəm ondan sonra. Düstur nədir? Y bərabərdir. K vur. Aha. K vur 3. K vur X. K vur 3. İndi gətirib verilənləri yerinə qoyub K-nı tapmalıyam. Bəli. Y-in qiyməti 6-dır. 6 bərabərdir. K-nı bilmirəm neçədir. X-in qiyməti neçədir? 3. O zaman K-mız neçə edir burada? 9 bölü 3 bərabərdir 3. 9 deyil, 6-dır bu. Hə, 6 bölü 2. 2. K-mız, yəni mütənasiblik əmsalımızın qiyməti neçədir? Neçədir? 2. Aydın oldu düz mütənasib Bəli. cəmiyyətlərdir. İndi gəlin düz mütənasib cəmiyyətin bir də qrafikinə baxaq. Amma o altını hardan tapdıq? Özü şərtdə vermişdi. bax. Yol. Ha. Hə, Y-in də qiymətini, X-in də qiymətini. Biz sadəcə K-nı tapdıq. Aha. İndi isə düz mütənasib cəmiyyətin asılı qrafikinə baxaq. Özü Y bərabərdir KX-dir, düsturu. Soruşanda bu düsturu deyirsiniz mənə. Amma asılıq qrafiki bax bu cürdür. Koordinat oxu çəkirəm. Ədəd oxu, koordinat oxu. Bax, düz mütənasib şəkildə belə gedir.
bu müsbət yöndədir. Mənfi yöndəki isə bu tərəfdə olacaqdır. Aydın oldu? Bu y bərabərdir kx-in qrafikdə asıllığıdır. Aydın oldu? Bəli. Düz mütənasibi asıllıq necə seçilir? Sadəcə düz. Aha. Tutaq ki, sizə koordinat cütləri verilmişdir və bir misal üzərində deyir koordinat oxunda qur bunu. Necə qurmaq lazımdır? Əvvəlcə siz dəftərin damasından düzgün istifadə edərək onları ayırırsınız bu səhifədə. Və burada qeyd edirsiniz. X-in qiyməti buradır, Y-in qiyməti buradır. X-a 1 versəm, Y də 1 alır. X-in 2-si, Y-in 2-si, X-in 3-ü, Y-in 3-ü, X-in 4-ü, Y-in 4-ü, bunun 5-i, bunun da 5-i. Tutaq ki, bu qədər rəqəm yerləşdi də indi məndə. Sizə deyir ki, əgər Y bərabərdir 1 olarsa, k-nızın da qiymətini verir 3. Bir x neçə olar? Yəni düsturu yazıram, y bərabərdir kx. Y-in yerinə 1 qoyuram. K-nın yerinə 3 qoyuram. X-i da bilmirəm. O zaman X bərabərdir 3. X-imiz neçə olur? 3. 3. 3 yoxsa 1? 1. 1. X-imiz 3-ü nəyə vursun? 3-ü nəyə vursam 1 eləyər? 1. 3 yox, 3 də 1. 3 də 1. 3-ü 3 də 1-ə vuranda 1 eləyirdi. İxtisar getmir. X-in qiyməti nədir? 3 də 1. 3 də 1 nə deməkdir? 0,35. 0,3. Onda 3 təxminən. İndi X-in qiyməti neçə oldu? 3-də 1. Düzdür? 3-də 1 təxmini harda yerləşir? 0 ilə 1 aralığında. Düzdür? Tutaq ki, buralarda bir yerdə. Düzdürmü? Y-in qiyməti neçədir? 1. Gəldiniz belə. Bu cür buradan. Gördünüz, yenə düz mütənasibi asıllıq oldu. Qrafiki yazırsan, onun öz düsturunu yazırsan, düstur üzərində verilənləri yerinə qoyub yazanda düz mütənasib cəmiyyətin asıllığı alınır. Aydın oldu? Bəli. Əla. Başa düşdünüz dərsi. Düz mütənasib asıllığa uyğun nöqtələr koordinat başlanğıcından keçən düz xətlərdir. Yəni, neynəsəz də siz gəlib cavabı bu koordinat başlanğıcından alaraq düz keçirdəcəksiniz. Yoxsa buradan olmaz. Aydındır? Ancaq koordinat başlanğıcından keçəcək. Başa düşdünüz? Dəqiq, dərin. Aydın oldu? Aydındır sənə? Bəli. Əla. İndi isə gəlin düz mütənasib asıllığın bir dənə misalına baxaq. Sonra keçək tərs mütənasibi də biraz izah eləyək. Bitirək. Tərs mütənasib asıllığın qrafiki. Sonra nisbətin faizi ifadəsi. Uşaqlar, tutaq ki, sizə verilmişdi bu cür bir asıllıq. Bura x-in qiymətləridir. Bura y-in qiymətləridir. İndi x-a 1 verəndə deyir y neçə olar? Y-ə 4 verəndə x neçə olar? X-a y-ə 6 verəndə bura 3 olubdur. Deyir ki, bura 4 versəm x-a bu neçə olur? Gəlin bunu tapaq. Gəlin. Mən tapdım. Məntiqi də görüm hansı məntiqlə yaxınlaşdı. Məhməd, bu 3 ilə 6. Çünki 3 2, çünki 3 ilə 6-dır. Yəni 3 2 avanda 6 edir də. Ay sağ olun. Və bunun içinə bu y və ya 2-yi də tapmaq üçün də x-yi tapmaq üçün bunu 2-yə, bunu da 2-yə böləcəyik. Mən burada da 8 olacaq, 2-yə vuracaq 8 olacaq. Ay sağ ol. Yəni uşaqlar 3-ü 2-yə vurub aşağıdakını alıb, 6-nı da 2-yə bölüb yuxarıdakını alıb. Düzdür? İndi mən 1-i nəyə vuracam? 2-yə. Nə alacam? 2. 2-ni də 2-yə bölündə qayıdıb 1 alacaqdım. Düzdür? İndi 4-ü nə etməliyəm? 4-ü mən burada 2 yazmalıyım. Çünki avtomatik olaraq 1, 2, 3, 4. Düz mütənasib asıllıq olaraq deyirəm, düz asıllıq olaraq 2, 4. 3-ü 2-yə vurub 6 alıb, 6-nı 2-yə bölüb 3 alıb. İndi mən 4-ü nəyə vurmalıyam burada? 2-yə vurmalıyam. 2-yə vurmalıyam ki, bura 8 olsun. Düzdür? İndi gəlin biz bunu koordinatda təyin edək. İndi koordinatı seçdim. Həmişə koordinatı qeyd eləməliyik. Həmişə yox, göstərmək istəyirəm sizə. İndi baxın. X-in birində
X-in birində Y neçə alıb? 2. 2. Düzdür? 2. İndi X-in ikisində 4. Y neçə alıb? 4. 4. X-in üçündə 6. Y neçə alıb? 6. 6. X-in dördündə Y neçə alıb? 8. 8. Ya burada hamısını 2'ye vurub. Bax. İndi birində 2 alıb. Düzdür? Gəldim nöqtələrini burada birləşdirdim. İkisində 4 alıb. Düzdür? Gəldim. Elə bir bununla uyğunlaşdırıram. Burada bir nöqtəsini qoyuram. Üçündə 6 alıb. Düzdür? Yəni bunu biraz sıxıntı eləyirəm. Bunu da biraz qaldırıram bura. Yəni uyğunlaşdıram ki, bu düz gəlibdi də. Burada elədim. İndi dördündə 8 alıb. Düzdür? Yəni bunu biraz sıxıntı eləyirəm ki, bununla bərabərləşdirirəm. Bunlar bərabərləşsin. Всё. İndi bu. Gördünüz? Düz mütənasib. İndi mən biraz simmetriyanı dəftər vərəqi deyil, belə çəkmişəm. Gördünüz? Koordinat başlanğıcından keçdi və bütün nöqtələri birləşdirdi. Bu nə adlanır? Düz mütənasib asılığın qrafiki. Bəs düsturu necə idi? X. Y bərabərdir. X. K Vur X. ay sağ ol. KX. Aydın oldu. Əla. Sev. Əla. Ay. Düz mütənasib. Video. İndi gəldik tərs mütənasib aslılığa. Düzgün yazdım. Aslığa. Tərs mütənasib cəmiyyət nəyə deyilirdi? Yəni Bir ters cəmiyyət olan. bir neçə dəfə artanda digər nə eləyir? Azalır. Azalırsa bu tərs mütənasib cəmiyyətdir. Ay sağ ol. Tutaq ki, uşaqlar, sürət zaman qrafikidir. Bu sürətin qiymətidir, bu da zamanın qiymətidir. Sürəti 60 km/saat olan avtomobil, düzdür? Neyniyibdi? Zaman nə qədər gedibdi? 6 saata getsin. 6 dəqiqə, nə bilim 60 kilometrin 6 saata gedər də yəqin ki. 6 saata getsin. Tutaq ki, deyir ki, o zaman 120 kilometr nə qədər gedər? Müəllim 12 saat. Yox. 12 saata getsə 12 düz yarıma. mütənasib olacaq. 12 yarım müəllim. 12. Yox. 11 yarım. 12 olsa düz olur axı. 11 yarım. Bax, qaydanı necə dedim? Bir cəmiyyət bir neçə dəfə artanda, o biri 8. həmin qədər azalır. 3 saat. Bəli, 3 saata. Bu 2 dəfə artmadı. Onda bu da 2 dəfə azalır. Anladım. Başa düşdü? Hə. Amma düz Əgər mütənasib azalsa, olsa burada bura da nə bir saat yarım yazacaqdım? olacaq. 12. 12. Bəli. O zaman bura 180-dir. O zaman bura neçə olacaqdı? 1 yarım. 1,5. 1 tamamda 1 tamamda 100. Aydın oldu. Bəli. Bəli. Başa düşdünüz? Bəli. Bax düz tərs budur. Başqa heç nəyi yoxdur. Çətin heç nəyi Ancaq yoxdur. tərsin bu qaydası var. Bəli, başqa qayda yoxdur. Heç nəyi yoxdur. Bir də y bərabərdir düsturun deyəcəm, bir də qrafikin deyəcəm, vəsə. Çox rahat bir dərs. Qrafik konstantdır. Bəli, asandır. Həm də maraqlı bir şeydir. Yaxşı. İndi isə gəlin buna baxaq. X-dir, Y-dir. Uşaqlar. Veribdi. Bura 1 veribdi, buranı boş qoyubdu. İndi gəlin biz tapaq. Bura Ters 8-dir. yoxsa düz? Tərsini mən bala. Bura 12-dir, bura 3-dür. Bir də bura 4-dür, buranı boş qoyub. Hansı məntiqlə bilim ki, bu necə artıb azaldı? 4'e vura bax. Razısan? Hardan bildi 4-ə vurmanı? 3'den 12. 1, 2, 3, Məlumdan 4 baxdı. hamısını 4'ə vururuq. Bir dəqiqə. Dörd, Mən öz fikrimi sekiz. başa sala bilərəm. Aha, başa sal. Çünki qabaqca mən dedim. 3'ü Mən tərs demişdim. bir dəqiqə. Burada 3'dən 12'dir. Yine 3'ü də 4'ə vuranda 12 edir də. Bəli. Demək ki, hamısını 4'ə vurub kağıtdakı rəqəmə alıb. Ya da bunlar da 4-ə bölüb bunu. Bəli. Tərs yoxsa düzdür? Tərsdir. Mən İndi tərs- izah eləyəcəm niyə Yox, tərsdir. İndi deyəcəm niyə tərsdir. İndi Tunarın dediyi kimi bura 3-dürsə, bunu 4-ə vurub 12 eləyib. Həmişə uşaqlar məntiqi yoxlamaq üçün məlumlardan bilməlisiniz də. Mən hardan bilim bunu neçəyə vurub neçə alıbdı? Aydındır? Məlum olandan bilməliyəm. 3-ü 4-ə vurub 12 alıbsa, eyni məntiqlə davam eləyirəm. Biri 4-ə vururam, bura 4 yazıram. İndi buralar 4-ə bölmədi, buralar 4-ə vurmadı. İndi 8-i 4-ə bölüb bura nə yazacağam? 2. 2. Düzdür? Aha. İndi 4-ü də 2-yə vurub bura nə yazacağam? 8. 8. İndi bilirsən harası tərsdir? Hə, mənim burası Bu cəmiyyətdə bir-bir artdı.
Bu cəmiyyətlər neynədir? Qaram-qarışıq. Bura 408 olub, bura 12 olub, bura 8 olub. Müəllim, Lol. burada şeydə artmalıydı. Düzdə artmalıydı, burada azalmalıydı. Amma burada tərsdir. Tərs mütənasib cəmiyyət. Aydın oldu. Başa düşdün sən də? Əla. Keçək qrafikinə. Dedik ki, tərs mütənasib asıllıqda mütənasiblik əmsalı var. Mütənasiblik əmsalı nədir? Sabitdir. Bir rəqəmdir. Hansı hərflə işarə olunur?